Günel Mirzəyeva. Bəli, müəllim. Cərimə atışları zamanı, 5.80-dən cərimə atışı zamanı xətt tapdalaya bilərsən? Müəllim. Tapdalama olmaz. Ötürmə edə bilərsən? Xeyr. Yalnız səbətə atılır. Cərimə atışları zamanı top canlıdır yoxsa ölü? Ölü. Günel Yusufova. Bəli, müəllim. Voleybolda hər komanda bir setdən 2 timeout götürə bilər. 2 timeout götürə bilər. Birinin vaxtı 30 saniyə. birinci setdə götürmədiyin timeout ikinci setə keçir. Xeyr. Haqlı olduğun təqdirdə neçə video təkrarda istifadə edə bilərsən? İstənilən qədər. Hər setdə neçə oyuncu dəyişikliyin var? 6. 6 oyuncu dəyişikliyin var. Hüseyn. Bəli, müəllim. Basketbol meydançasının ölçüsü 28-in müəllim 15-ə. 28. Komandanın neçə oyuncu, neçə period faal limiti var? Komandanın 4, oyuncusunun 5. Oyuncuda 5-dir. Neçə texniki faal eləsə oyundan kənarlaşır? 2 texniki faul. Xədicə. Bəli. Xədicə, voleybolda top torun üst səviyyəsini tamamilə keçmədikdə libero öndə və yaxud da arxada hücum zərbəsi vura bilər. Bəli, liberoda ön və arxa zonada, öndə və arxada istədikləri yerdən hücum zərbəsi vura bilərlər. Top torun üst səviyyəsini tamamilə keçmədikdə ön zonanın oyunçusu ön zonada hücum zərbəsi vura bilər. Bəli. Voleybolda libero ön zonada barmaq pası ilə ötürmə etsə, top tordan hündürə qalxsa, ön zonanın oyunçusu ön zonada hücum zərbəsi vura bilər. Xeyr. Libero arxa zonadan barmaq pası ilə ötürmə etsə, top tordan hündürə qalxsa, ön zonanın oyunçusu ön zonada hücum zərbəsi vura bilər. Bəli. Aha, olar. Top tutdun basketbolda, əlində neçə saniyə saxlayarsan? 5 saniyə. 5 saniyə. Və topu tiliyərək neçə saniyə idarə edə bilərsən? Hücum vaxtı bitənə qədər. Hücum vaxtı bitənə qədər. Neçə saniyə ərzində meydanın özünə aid olan hissəsindən rəqib tərəfə 8 saniyə. 2 saniyə ərzində çıxartdın, geriyə ötürmə edə bilərsən. Xeyr. Elədin, nə adlanacaq? Zona faulı.